Nəhayət ki, bu videonu çəkmək məqamı gəlib çatdı. Həqiqətən də bu videonun ərsəyə gəlməsi üçün bizim nə az nə çox 6 aylıq əziyyətimiz artıq həyata keçirilibdir. Sən isə bu videoya baxırsansa, sənə zəmanət verirəm. Nə qədər bərk səslənsə də, nə qədər gür səslənsə də sənə zəmanət verirəm ki, bu videoya baxdıqdan sonra sənin həyatın bu videoya kimi və bundan sonrasına bölünəcəkdir. Həqiqətən də həyatını dəyişə biləcəyin bir məlumat əldə edəcəksən. Və əgər ki, sən növbəti 15-20 dəqiqəni bu videoya həsr etsən, xərcləsən, sənin həyatını dəyişə biləcək imkanı görəcəksən. Kripto aləmdə eşitdiyin həmin o minimal yatırım edərək iri qazanc əldə edənlərdən biri sən ola bilərsən. Odur ki, diqqətlə bax, odur ki, diqqətlə dinlə. Hətta sənin kriptodan heç anlayışın yoxdursa belə, məlumatın yoxdursa belə, sıfır səviyyəsindəsənsə belə, bu videoya baxmaqla sən həqiqətən çox məlumat öyrənəcəksən. Hətta dünyada 1% insanın bildiyi detalları sənə təqdim edəcəyəm ki, artıq nəticəsində özün öz qərarını verərsən. Odur ki, getdik. Kripto yatırıma, hansı layihəyə yatırım etməyə keçməzdən əvvəl mən sənə çox qısa bir məlumat verəcəm, çox qısa bir izahat verəcəm. Ümumiyyətlə anlayasan ki, nə üçün, hansı tokenə, niyə yatırım etmək lazımdır. Və bundan da öncə demək istəyirəm ki, bəs nə üçün sən mənə inanmalısan? Nə üçün axı sən mən dediklərimə dəyər verməlisən? Niyə axı sən mənə qulaq asmalısan? İlk dəfə bu videonu izləyənlər, dostlar, mən Elşad Rail, Azərbiznes layihəsinin yaradıcısı və rəhbəriyəm. Artıq nömrə 1 dünyada kripto birja olan Binance-ın rəsmi olaraq ölkəmizdə fəaliyyətə başladığı gündən etibarən də onun partnyoruyam və bu videoda Binance-ın təşkilatçılığı və dəstəyi ilə baxırsınız. Hazırda da ekranda görürsünüz zaten açılış mərasimində də necə bizim iştirak etdiyimizi, nə dərəcədə fan bazamızın orada olduğunu və paralel olaraq da onu bildirmək istəyirəm ki, artıq yaxın həftələrdə bizim birgə layihələrimiz start götürür, canlı trade show və bizim artıq yeni formalaşdırdığımız ofisdən siz hər gün bizimlə birlikdə trading edə biləcəksiniz. Ümumiyyətlə qısa da bir məlumat verim. Mən neçə illərdir artıq kriptolarla tanışam. Hazırda sizə keçmiş bir Facebook profilim olan və fotolar siyahısında bir postumu göstərim. Məsələn, buradan biz görə bilərik ki, 2017-ci ilin yanvar ayında mənim artıq qazancım Bitcoin ilə idi və buradan görürsünüz ki, 6.37 Bitcoin mənim hesabımda pul var artıq. $1000 olmuşdu həmin ərəfədə, çox sevinirdim və bunun gələcəyinə inanırdım. Bugünkü gün isə hər kəs bilir artıq Bitcoin qiyməti $100.000 ətrafındadır. 2016-17-ci illərdən artıq kripto mənim həyatımdadır. Və bunu da deyim ki, sezonlarla burada yüksəliş və enişlər olur. Ümumiyyətlə gördünüz artıq hansı illərdən bəri təcrübəmiz var. YouTube-da mənim videolarıma baxsanız, ən keçmiş videolar məndədir. Zaten həmin o göstərdiyim postdan da bu tərəfə zaten kimisə yoxlasanız internetdə kripto ilə əlaqəlidir yoxsa yox, barmaqla sayılan qədər insan tapa bilərsiniz. Biri mənəm, digərlərini ümumiyyətlə tanımıram heç. Və pulsuz trading kurslarımız da YouTube-da çox populyardır. Məsələn, siz bu videolara baxmaqla tamamilə sıfırdan pulsuz şəkildə öyrənə bilərsiniz ticarət necə olur kriptoda. Əgər marağınız varsa sizin birja tradinginə. Və ümumiyyətlə əvvəlki videolarıma da baxsanız, keçmiş sezonlarda necə NFT sezonunda və yaxud da ki ondan əvvəlkilərdə layihələrimizlə tanış ola bilərsiniz. Bizi məşhur kanalların gəlib çəkdiyi intervyulara baxa bilərsiniz və sair və ilaxır internetdə Azərbiznes layihəsi kriptonun təbliğatında öz zəhmətləri ilə, öz əziyyətləri ilə sizlərə daim bilik ötürməkdədir. Odur ki, Binance birjası da dünyanın nömrə 1 birjası bilir kimi partnyor seçmək lazımdır. Altını cizaraq deyirəm, bundan sonra dediklərimə diqqətlə qulaq as, bundan sonra dediklərimi dərk etməyə çalış, çünki həyatını dəyişəcək sənə imkanı sunmağa gedirik. Az öncə də qeyd etdiyim kimi 3-4 dəqiqəlik sənə bəzi məqamları izah edəcəyəm ki, ümumiyyətlə anlayışın və təsəvvürün olsun nədir bu sistem, necə yatırım etmək lazımdır və əsas baza nədən ibarətdir. Bunu deyim ki, sizə trading və investing tamamilə fərqli bir şeylərdir. Ticarət və yatırım etmək. Trading ondan ibarətdir ki, biz gün ərzində alqı-satqı edirik və müəyyən dərəcədə ucuz alıb baha satmağa çalışmalıyıq ki, məsələn, bu hissədə aldıq, təsəvvür edək ki, bu hissədə də satırıq
və fərz edək ki, 100 dollar dəyərində hansısa bir token aldıq, onun qiyməti 10% artdı və biz onu 110 dollara sataraq 10 dollar müqabilində gəlir əldə etmiş olduq. Investing tərəfi ondan ibarətdir ki, mən hansısa bir tokeni alıram və mən bunu minimum 6 ay və daha çox 1 il yarım, 2 il tutaraq bu hissədə artıq satıram və yatırım etmiş olduğum məbləğin nəinki 10%, hətta minlərlə faizi üstündə pul qazanıram. Məsələn, x100, x500 dəfə. Yəni ki, yatırım edirəm mən 100 dollar, məsəl üçün qazanıram 10.000 dollar və yaxud da 1000 dollar yatırım edirəm 100.000 dollar qazanıram. Baxın, bu imkan yalnız və yalnız investing tərəfində mümkündür və bunu anlamaq, bunu bilmək üçün siz mütləq şəkildə kripto biliklərinə sahib olmalısınız, kriptoqrafiya ilə sıx əlaqədə olmalısınız, ümumiyyətlə kripto mədəniyyəti nədir, onunla məşğul olmalısınız və bütün bazarın canı, tərkibi, trendləri olan sosial şəbəkələrdə ən əsası da X sosial şəbəkəsində, yəni Twitterda mütləq şəkildə günün 7-8 saatını keçirməlisiniz. Digər bir maraqlı məqam ondadır ki, tradinglə məşğul olanlar birjada, məsəl üçün Bitcoin-i alğı-satqı edənlər, hansısa bir digər tokeni alğı-satqı edənlər birja ticarətçiləridir, traderlərdir və bu o demək deyil ki, onlar kriptonu bilirlər. Xeyr, əksəriyyəti ümumiyyətlə kriptodan heç bir savadı yoxdur, sadəcə olaraq tradinglə məşğul ola bilirlər. Yəni ki, Bitcoin-i alğı-satqı edəməyi bacaran bir insan və yaxud da ki, digər bir kriptonu eyni ilə həmin o strategiya ilə taxılı da, qızılı da, istənilən bir əmtəə aktivini də, Apple şirkətinin aksiyalarını da, səhmlərini də, Amerika fond bazarını da, Forex ticarətini də həyata keçirə bilər. Uzun sözün qısası, trading etmək fərqli istiqamətlərdə, fərqli növ birjalarda mümkündür və eyni strategiyalarla həyata keçirilir. Investing isə tamamilə fərqli bir şeydir və siz konkret olaraq kriptoqrafiyanın, kripto mədəniyyətinin, kripto dünyasının, kriptonun ürəyində olmalısınız, həmin o döyünən ritm olmalısınız. Odur ki, hansısa bir trader sizə məsləhət gördükdə hansısa bir tokeni mütləq şəkildə onun backgrounddan baxmaq lazımdır. Onun kriptoda təcrübəsi nə qədərdir, neçə ildir bu sistemdədir, nələrlə məşğuldur, onun ticarət təcrübəsi yox. Kripto trendlərindən, kripto mədəniyyətindən anlayışı nə qədərdir, buna baxmaq lazımdır. Qəti şəkildə demək istəmirəm ki, traderlər bu işi bilməyənlərdir, traderlər ticarəti bacaranlardır. Investorlar kripto aləmdə traderlərin bilmədiklərini edə bilənlər, həmin o gizli biliklərə ilk çatanlardır ki, onların da token çıxanda artıq diblərdə almağı gətirib çıxardır, nəticə etibarilə yatırım etmiş olduqları məbləğə 100 dəfə, 1000 dəfə artıq gəlir gətirməyə. Bura qədər məncə hər kəs anladı. Digər bir məqam nədən ibarətdir ki, yadda saxlayın, yüksəliş dövrü bizdə həmişə qısa müddətdə baş verir, təqribən 1 il ərzində, eniş dövrü bizdə təqribən 3 il ərzində baş verir. Bu hissədə isə biz artıq, baxın, trend başlamaq üzərədir və biz hal-hazırda bazarın, baxın, bu hissəsində yüksəliş artıq başlamaq üzərədir. Bəzilərinizi çaşdıra bilər, artıq Bitcoin axı yüksəlibdir. Məsələ Bitcoin-dən getmir. Məsələ bizim digər tokenlərin yüksəlişindən əldə edəcəyimiz gəlirdən gedir. Nə demək istəyirəm? Baxın, hazırda qarşınızda Bitcoin-in dominasiyası qrafikidir bazarda. Yəni ki, hazırda kripto bazarda olan pulun nə qədər hissəsinin Bitcoin-də olduğundan xəbər verir. Əgər ki, bu qrafik aşağı düşməyə başlayırsa, bu o deməkdir ki, Bitcoin artıq baha qiymətdən satılır və əldə edilən pul digər tokenlərə keçəcəkdir. Bu məqamdır bizim iri qazancları əldə etməyimizə səbəb olan. Bu hissədəki enişə baxsanız, görərsiniz ki, aşağıda tarix var. Bu 2017-18 sezondur. Qeyd etdiyim kimi 1 ilə baş verir yüksəliş, 3 il onun artıq düşüşü baş verir. Yəni bu qrafik qalxmağa başladıqda o deməkdir ki, digər tokenlərdən pul çıxır, artıq yavaş-yavaş Bitcoin-ə gedir. Bitcoin qiyməti aşağıdır deyəni başlayırlar onu almağa. Digər sezon artıq olmuşdu 2021 sezonu, NFT-lər sezonu. Baxın, bu hissədə də enişi görə bilərik. Bu hissədə ICO-lar sezonu idi, Initial Coin Offering, indi qocalar bilər nədən söhbət gedir. Hal-hazırdakı vəziyyətimiz, biz artıq toxunacağıq bu çəkdiyim xəttdə. Çox dərinə getmək istəmirəm, bu nə analizidir. Biz artıq enişə hazırlaşırıq. Yəni, bu videoya baxırsınızsa, siz həyatınızın
dəyişə biləcəyi bir imkanla tanış olursunuz. Bu o deməkdir ki, bugün sabah artıq sezon başlamaq üzrədir. Yüksəlişlər başlamaq üzrədir və biz çox gözəl, möhtəşəm bir zamanlama ilə sizin qarşınızdayıq. Hətta həmin bu prosesin başlanğıcını biz Binance birjasına da daxil olaraq rahat şəkildə müşahidə edə bilərik ki, Bitcoin qiyməti gördüyünüz kimi flat bir liniyada getməkdədir, bir xəttdə getməkdədir. Digər altcoinlər isə əsasən də Efir, Solana və memcoinlərin şahı sayılan hələ ki dedikdə bunlar zaten irəli etapda izah edəcəyim nə demək istəyirəm. Artıq yüksəlişindədir Dogecoin yəni ki. Bu nə deməkdir? Bitcoin artıq bu qiymətlərdən satılır, baha qiymətlərdən. Əldə olunan gəlirlər artıq başlayır keçməyə digər tokenlərə və ən əsası da birinci başlayacaq topda olan altcoinlər və həmin bu altcoinlərin, alternativ coinlərin, əsasən də Ethereum və ən əsasən də Solana'nın blockchainində olan tokenlərin daha sonra fantastik yüksəlişi baş verəcəkdir. Hələ ki çox erkəncilik, hələ ki bu videoya baxırsınızsa siz yenə də çox xoşbəxt insanlardan birisiniz. Diqqətlə qulaq asın, mən söhbəti hara gətirəcəm və göstərəcəm nə kimi bir coinlərə yatırım etmək lazımdır. Gəlin ilk öncə bir qısa məlumatı da sizə verim mən. Nəyə görə Bitcoinin məsələn bugünkü qiyməti bu qədər yüksəkdir? Lakin növbəti etaplarda artıq yaranan, əsasən də son bu 3-4 sezonda olan tokenlərin əksəriyyəti artıq yer üzündən silinibdir. Məsələn Bitcoin 2009'da yaranır, daha sonrasında Ethereum, daha sonrasında artıq bazara Solana girir və bunlar həqiqətən də kult layihələrdir. Kult o deməkdir ki, çoxları culture, kultura sözü ilə səhv salırlar bunu. Yox, Latın dilində kultus sözündən əmələ gəlir. Mənası itaət etmək, inanmaq deməkdir. Əsasən bu tokenlərin yüksəlişinin ən əsas səbəbi bazara çıxdıqları anda böyük bir kütləyə paylanması ucuz qiymətdən, distribution deyilir buna və böyük kütlənin arasında da iri həcmdə imkan səviyyəsi orta və aşağı olan əhalinin zənginləşməsinə səbəb olubdur ki, həmin bu tokenlərə sevgi yaradıbdır və günü bugünə qədər onu yüksək qiymətə qalxdıqda satırlar, əldə olunan gəlir ilə qiymət aşağı düşdükdə yenidən onu toplayırlar, yenidən ələ keçirirlər bir növ və beləliklə yenidən qiymət yüksəldikdə yenidən onu satırlar. Bu bir cəmiyyətin əmələ gəlməsinə səbəb olur ki, həmin bu cəmiyyətlər bu göstərdiyim ilk tokenlərdə kripto aləminin də belə şahlarında müşahidə olunur. İndi isə gəlin biz danışaq nəyə görə məsələn 2017-2021 sezonundan indiyə qalan tokenlər arasında kult yoxdur və nəyə görə formalaşmayıbdır. Çünki həmin dövrlərdə layihə yaratmaq, token yaratmaq, kriptovalyuta ümumiyyətlə yaratmaq, bu arada kimsə kriptovalyutanı yaxşı bilirəm, bu sferada anlayışım var deyirsə sizə, bir sual verin, kriptovalyuta nədir? Token nədir, fərqlərini? Görün sizə cavab verə bilirmi? Cavab verə bilirsə, deməli nəsə anladığı bir şey var. Keçək mətləbə. Nəyə görə məsələn son o dediyimiz kimi sezon 4 il çəkir. Məsələn 3 il bunun enişidir, 1 il yüksəlişi. Nəyə görə son bu 2 sezonda, yəni 8-9 illik müddətdə nə üçün axı, hətta indiki bu son yüksəlişdə nəzərə alsaq, gəlir bu 10 ilə yaxın bir müddətdir. Nə üçün axı bu müddətdə kult layihə yoxdur? Çünki bundan əvvəl dediyim kimi həmin o layihələr hamısı birjalarda list olunurdu, yaradılırdı və bunu yaradan komandalar var idi. Komanda artıq birjada da list olunursa, ilkin olaraq investisiya alırsa hansısa bir şirkətdən biz bilmirik zaten həmin o şirkətdə də, komandada da əllərində nə qədər token sayı var və bu səbəbdən dolayı da ki ilkin olaraq insanlara paylanmırdı deyənə ucuz qiymətdən ona inananlar da formalaşmırdı. Bu çox vacib bir səbəblərdən biridir. Və hər sezonun da bir spontan mövzusu olur ki, konkret olaraq o mövzuya yalnız girənlər pul qazana biləcək və o mövzunu ən sonda bilirlər kimlər? Traderlər. Çünki o mövzudan xəbərdar olmaq üçün sən birbaşa on-chain analiz etməlisən, blockchain-də yaşamalısan, kripto mədəniyyətinin içində olmalısan ki, ilk etaplarda zaten ona inanan olmur mövzuya.
Ancaq ki, o mövzu populyarlaşdığında artıq gec olur. Yalnız və yalnız əvvəldən o mövzuya girənlər pul qazanır. Diqqətlə baxın, mən sizə bu sezon olacaq mövzunu açıram. Keçən sezon NFT-lər idi, ondan əvvəlki sezon ICO-lar idi. Bu sezon artıq nələrdir? Yenə də deyirəm, YouTube kanalımdakı videolara baxıb artıq siz intervyularımızdan, layihələrimizdən, təcrübəmizlə tanış ola bilərsiniz. Bu dəfəki sezonu sizə açıram. Nə qədər sizin üçün bu dəqiqə qəribə görsənsə də, nə qədər bərk səslənsə də və zövq alaraq sizə təqdim edəcəyim bir şəxs var ki, bu sezonda irəlidə gedən ulduzdur, liderlik etməkdədir hal-hazırda sezona və o Azərbaycan oğludur. Tanış olun dostlar, Murad Mahmudov X sosial şəbəkəsində, yəni Twitterda artıq 711 min izləyicisi var. 2017-2018-ci illərdən aktiv şəkildə kripto istiqamətində öz analizlərini, postlarını paylaşmaqdadır. Həmin bu aşağıda gördüyünüz odur və Murad Mahmudovun hal-hazırda kripto aləmdə paylaşdığı hər məlumat, bildirdiyi hər fikir, onun bu aləmdə, bu istiqamətdə, bu sezonda təyin etdiyi hər parametr bütün kripto dünyası tərəfindən böyük rəğbətlə qarşılanır, izlənir, ona böyük bir inam var və həqiqətən də bu insan bu işin lideridir və professionalıdır və böyük bir, necə deyərlər, marağa, influencer, təsirə səbəb olubdur hal-hazırda kripto aləmdə. Gördüyünüz kimi, məsələn, video paylaşır, onun videolarına Twitterda 200 min, 300 min, 500 min baxışlar gəlir və onun bilikləri çox dərindir deyənə, onun favorit hesab etdiyi, öz invest etdiyi layihələr də var və onun göstəriciləri də var ki, o göstəricilərə çatanda həmin layihə zaten onun maraq dairəsinə düşür. Əgər Murad haqqında daha ətraflı məlumat əldə etmək istəsəniz və onun necə bu bazara təqdim etdiyi biliklərlə yeri göğü alt üst etdiyini görmək istəsəniz, YouTube'da Murad Token 2049 yazırsınız. Onun bu 2024'də Singapurdakı Token 2049 tədbirində çıxışını izləyə bilərsiniz. O necə isbat edir hal-hazırdakı sezon necə meme coinlər sektorunda olacaq. Nəyə görə? Çünki meme coinlər sektorunda neçə illərdir mümkün olmayan kult yaratmaq imkanı əmələ gəlibdir. Çünki token artıq başlanğıcda böyük bir kütləyə paylana bilir. Ucuz qiymətdən, baha qiymətdən, lakin paylana bilir və o isbat edir necə həqiqətən də statistik göstəricilərlə əldə etdiyi nəticələrdən necə də həqiqətən bu sezon super mem sezondur. Yəni ki, yalnız mem coinlər arasında böyük bir gəlirlərin, rezultatların, nəticələrin əldə olunacağı sezondur. Onun YouTube kanalı da var. Must Stop Murad yazsanız həmin o YouTube kanalını da görəcəksiniz. YouTube'da yeni fəaliyyətə başladı. Görürsünüz ki, hələ 2400 ətrafı izləyicisi var. Əsas kripto mədəniyyət, kripto cərəyan Twitter'da, X-da baş verir və inandırım sizi, traderlərin 99% orada yoxdur. Hətta olanlar da orada zaten işdən anlayışı olmayanlar, airdrop axtaranlar, nə bilim, nəsə mənasız paylaşım edən bir kütlədir ki, çox az səviyyədə ümumiyyətlə Azərbaycandan Twitter istifadə edən, hətta kripto mədəniyyətin içində ola bilməyi bacaran, lazımi hesabları güdən adamı görə bilərsiniz ki, trendi də hələni tuta bilsin. Bu sezonun həmin o mövzusu kult tokenlərdir ki, hər bir sezonda da barmaqla sayıla biləcək qədər həmin o sezonun favoritləri, ulduzları ola bilər ki, siz onlara yatırım edərək həmin o fantastik gəlirləri əldə edirsiniz. Muradın favoriti olduğu bir layihə var. İlk öncə bundan başlayaq. Həmin o layihə SPX layihəsidir. Həmin o layihənin bir missiyası var. S&P 500 indeksinin, səhmlərinin qiymətini keçməkdir. Yəni ki, onun qiyməti 42 trilyondur və bunların artıq missiyası multi-cikl, yəni ki, neçə dövrlər artıq gedəcək bir şeydir. Kult ancaq neçə dövrlər gedə bilər, neçə sezonlar gedə bilər və görürük ki, artıq qiymətlərdə nələr baş verir. Məsələn, bu aşağı səviyyələrdə görürsünüz də, bu hissədə siz əgər SPX-dən $1000 almış olsaydınız bu hissədə siz onu artıq 1 milyon 500 min dollara sata bilərdiniz. Təsəvvür edirsiniz, $1000 alış bu hissədə 1 milyon 500 min satış. Çox fantastikdir, görürsünüz. Yəni, mən sizə real nümunələri göstərirəm. Onun ikinci favoriti,
Bu Ethereum blokçeynindədir. Bayaq dediyim kimi Ethereum və Solana kriptovalyutalarının blokçeynləri var. Əsas populyar bunlardır bu dəfə və bundan sonra da yəqin ki, əsas bunlar olacaq. Digəri isə Giga layihəsidir. Bu Giga layihəsi də eyni ilə oxşar qrafiki görə bilərsiniz burada. Məsələn, bu hissədə siz Gigadan $1000 alsaydınız, bu hissədə məsələn $900.000 ətrafında gəlirə onu sata bilərdiniz. Lakin məsələ nədən ibarətdir? İndi mən sizə göstərəcəm hansı layihəyə siz bu cür yatırım edib bax bu tip qazanc əldə etmə imkanı qazanırsınız. Məsələ ondan ibarətdir ki, əgər mən qrafiki burada daha da genişlətsəm, siz görərsiniz ki, o düz xətt kimi görsənən hissə əslində heç də o qədər düz xətt deyil. Yəni burada oyunlar baş veribdir. Burada gəlmə keçmə yollar var. Və yaxud da ki, SPX-də gəlib biz əgər bu hissədə mən daha da genişlətdirsəm qrafiki, baxırsınız ki, həmin bu hissədə heç də düz xətt deyə bir şey yoxdur. Alıqlar, satqılar kifayət qədər yüksək səviyyədə həyata keçirilmişdir. Lakin artıq yüksəliş o dərəcədə performans göstərib ki, biz o yüksəlişə baxmaq üçün məcburi səviyyədə artıq qrafiki bu dərəcədə sıxlaşdırmalıyıq. Yəni məqam gələcək ki, bu sezonun sonunda həqiqətən də məsələn bu dəfəki sezonda SPX məsəl üçün bu qədər yüksələcək və daha çox. Digər sezona da keçidində məsəl üçün bu hissələrə qiymət yenilikdə yenidən burada toplanma baş verəcək və növbəti sezonda növbəti yüksəlişini başlayacaq. Niyə? Çünki baxın, biz əgər bu hissədən Telegramına klik etsək və yaxud da digər sosial şəbəkə linklərinə biz görə bilərik onların communitysi, birliyi nə qədərdir və harada toplaşıblar. Bunlar əvvəl mümkün deyildi və əvvəl bu dərəcədə rahat şəkildə token buraxmaq, mint etmək mümkün deyildi. Bu səbəbdən dolayı da bu sektor dəhşətli dərəcədə dələduz layihələrlə doludur. Məsələ buradadır ki, SPX bir trend başlayıb. CTO deməkdir o. Community Takeover. Yəni ki, cəmiyyətin tokenə sahib olması. Bu hissələrdə olanda qiymət başlayır onu müəyyən bir qrup almağa və satmamağa. Artıq o qədər alırlar ki, defitsit yaranır və satanlar azdır deyəni növbəti gələn alışlar başlayır avtomatik sürətdə qiyməti yüksəltməyə. Və həmin bu gördüyünüz işıq sürəti ilə olan yüksəlişlərin baş vermə səbəbi budur. Diqqətlə qulaq asın mənə. Son 24 ay ərzində təqribən 1,5 milyon token mint edilibdir. Bunların 99,99%-i dələduz layihələrdir. Bunlar arasında yalnız 3 kult əmələ gəldi. Biri SPX, biri Giga. Digərini isə mən sizə bu dəqiqə göstərəcəm hansı leveldədir, necə yatırım edə bilərsiniz ki, bu cür fantastik gəlir əldə edəsiniz. Vəssalam. 3 layihə və artıq bundan sonra istəsə də başlaya bilməz heç kim, qura bilməz belə bir şey. Nə üçün? Çünki bundan əvvəlki görüntülərdə göstərdiyim kimi sezon başladı. Artıq gecdir, istəsəniz də qura bilməzsiniz. Və bu dəqiqə inandırım sizi, sizin əldə etdiyiniz hələ ki bura kimi biliklər artıq dünyadakı 99% insandan çoxdur bildiklərindən və son bir məqamı da izah edirəm sizə, aydın olsun. Keçək biz artıq təqdim edəcəyim tokenə. Bir layihənin kult olması nədən bilinir? Bir layihənin kult olması. Ona qarşı olan inadla. Biz Muradın profilinin qarşısında 2 dənə simvol görürük, emoji görürük. Biri yaşıl rəngdə Yapon yeninin yüksəlişidir, digəri isə maqnit emojisidir. Əgər ki mən gəlib onları kopyalasam, baxın bundan o tərəfə isbat metodu yoxdur. Mən gəlib bu ikisini kopyalayıram. Axtarışda yazıram. Enter klik edirik. Açılan nəticələrdə yuxarıda people bölməsini seçirik və bu hissədən biz artıq görə bilərik kimlər həmin bu simvolları adlarında yazıblar. Bu o deməkdir ki, həmin o layihəyə inananlar nə qədərdir, alanlar nə qədərdir. Bu hissədən görə bilərsiniz ki, nə dərəcədə o insanlar çoxdurlar, nə dərəcədə iri həcmdədirlər və bu artıq birbaşa sizə siqnaldır ki, bu layihə həqiqətən də legitdir. İndi isə keçək əsas məqama. Bir layihənin kult olması, bir layihənin unikal olması onun community ilə, birliyi ilə çox əlaqəlidir. Lakin əlavə olaraq da hələ bir bunun dizaynı unikal olsa, tamamilə söhbət dəyişir. Qarşılayın dostlar. Təqdim edirəm sizə Epileptic layihəsini. Tarixdə ilk dəfə bu cür dizayn
diqqət cəlb edən loqotipi olan, adı ümumiyyətlə yazı yox, kvadrat emojilərdən ibarət olan, tikeri də eyni ilə bu stildə təyin edilən ilk tokeni sizə təqdim edirəm. Bu tokeni biz artıq akkumulyasiya etmişik, yəni ki, yeni çıxdığı dövrdən indiyənə qədər öz vəsaitimizə alaraq bu hissə ən yuxarılardan hətta, baxın bu aralıq təsəvvür edirsiniz, bu 2 aylıq aralıqdır. Bu 2 ay ərzində də biz bunu komandamızla toplayaraq artıq tokenin 60% ətrafında hissəsini biz almışıq və defisiti yaratdıq deyənə qiymət artıq yüksəlişini başladı. Bəli dostlar, zamanlamamız mükəmməl. Bu yolda bizə inanmayanlar oldu, bu yolda bizə savadsız, axmaq səviyyədə olan insanlar öz bəd və iyrənc fikirlərini yazdılar, bildirdilər. Lakin biz yenə də dayanmadıq, yenə də heç kimə cavab vermədən öz işimizi davam etdirdik. Çünki bizim səviyyəmiz, savadımız, biliyimiz, resursumuz, əldə etdiyimiz təcrübə, videonun əvvəlində sizə təqdim etdiyim kimi partnyorlarımız, bizə dəstək olanlar, komandamız bizə yetər ki, biz artıq işimizi davam etdirək və ümumiyyətlə də bilərəkdən bizə qarşı negativ yazan insanların da şərhlərini pozmuruq ki, onlardan fərqli olaraq, onlara zaman da gəlində baxıb, qəhqəhə ilə gülməyimizi bir hədiyyə kimi təqdim edək. Odur ki, keçək mətləbə yenidən. Biz artıq bunu çevirməyə nail olduq və biz son 24 ay ərzində 1,5 milyon yaranmış tokenlər içərisində 3-cü kult formalaşdıra bildik. Nə qədər bərk səslənsə də, gəlin indi mən sizə bunu ispat edim. İlk öncə ondan başlayaq ki, biz həqiqətən də o dərəcədə səs-küyə səbəb olmuşuq ki, artıq xəbər saytları bizdən yazmağa başlayıbdır. Baxın, bu token bizim deyil. Bu token dələduz bir layihə idi, çıxarılmışdı. Sadəcə olaraq onu yaradan da bihuş vəziyyətdə o dərəcədə orijinal bir şey yaradıb ki, mən bunu ilk gördükdə bunun bir şedevr olduğunu, bunun həqiqətən gizli bir zinət olduğunu anlayıram. Nə olur olsun bu tokeni ələ keçirmək artıq missiyasını üzərimə götürürəm. İzləyicilərimlə, sosial şəbəkədə mənə dəstək olanlarla, inananlarla birlikdə son bu 6 aylıq əziyyətimizdə hər gün 14-15 saatlıq iş prosesində biz öz əməyimizi sərf edərək buna nail oluruq. Biqaz saytı bizdən yazmışdır, linkini aşağıda yerləşdirəcəm. Ətraflı şəkildə oxuya bilərsiniz. Necə gözəl bir məqalə təqdim ediblər bizim haqqımızda. Həmin günü hətta bu xəbər ən populyar xəbər olmuşdu. Saytın bir nömrədə ən çox oxunan xəbəri olmuşdu. Fərəhləndiyimiz bir gün idi. Və bizim saytımıza da siz keçid alsanız, gələk bu hissəyə, baxın aşağıda burada, bunların hamısının DEX-lərin linkini mən qoyacağım. Bax, bu birjada deyil, bu DEX aqreqatordur. Tokenlər yaranır artıq indiki servislərin imkanı ilə. Bir neçə dollar xərci olan bir servislərdir. Siz tokeni yarada bilirsiniz. Artıq əvvəl kimi komandalara, böyük vəsaitlərə ehtiyac yoxdur. Və istənilən bir adı, istənilən bir tikeri, loqotipi yerləşdirərək bir növ trend yarada bilərsiniz. Və o trend arasında da belə bir şedevr bəzən ortaya çıxır ki, bu da milyon ildə bəlkə də bir dəfə düşən şansdır, hələ ki, hələ onu mənim kimi də bir insan görə auditoriyası ola, hələ mənim kimi bu işi anlayan, bilən ola ki, onun gələcəyini görə və mənim kimi də əlində resursları ola bilən bir insan ola ki, hətta bu tokeni xilas etməyə ilk sırada özü gedə, bu artıq möcüzə deyil, təsadüf deyil, bu bizə həyatın verdiyi bir hədiyyədir. Odur ki, dostlar, biz gəlib əgər bu hissədə web saytımıza klik etsək, baxırıq ki, bu tip bir sayt hazırlamışıq. Konkret olaraq keçdiyimiz yol, necə başlayır layihə, tarixlər üzrə bütün hadisələr, necə bizi aldadırlar, necə bizi istifadə etmək istəyirlər. Bu elə bir hekayədir ki, ümumiyyətlə kripto aləmində sənin hekayən varsa, sənin artıq baha biçilməzdir qiymətin. Nadir olan bir tokenlərdə mövcud ola bilər bu. Ən aşağıda da bir link var ki, diqqətlə oxuyun. İndi mən bura gələcəyəm. Həmin o SPX layihəsi ilə əlaqəlidir. Az əvvələ qayıdım mən. Mən sizə göstərdim SPX layihəsini necə biz artıq buradan araşdırıb həqiqətən də baxa bilərik ki, bu qədərdirlər bunlar, yoxsa yox. İndi isə gəlirəm mən buradakı öz profilimə, keçirəm epileptik adlandırdığımız layihəmizə. Layihənin adı budur. Sadəcə olaraq artıq virallaşma
səbəblərindən biri olan epileptik adıdır ona verilən. Epileptic Community birliyi tərəfindən verilibdir. Biz epileptik adlandırırıq. Əsl adı bu gördüyünüz kvadrat emojilərdir. Gəlib biz layihənin səhifəsində kopyalayıram mən bizim həm ticker token simvolumuz olan, həm də ki xoşbəxtlikdən kvadrat emojilər olan və adlarımızda istifadə etdiyimiz bu qırmızı, yaşıl emojiləri axtarışa verirəm. Enter klik edirik. Daha sonra keçirik people bölməsinə və baxın. Azərbaycan tarixində yox, dünya tarixində nadir hallarda ola biləcək hadisədir ki, kult formalaşsın hansısa tokende. Dünya tarixində ümumiyyətlə indiyə qədər olmayıb ki, ilk dəfə orijinallığı ilə peyda olan bir token hətta kulta çevrilsin, bizim kimi tikeri, adı və logotipi olan. Dünya tarixində ümumiyyətlə indiyə qədər ilk dəfə xeyriyyəçi missiya öz üzərinə götürən token bizik. Siz təsəvvür edin, list nə qədər gedir aşağı mən danışdıqca. Siz şoka düşməsəniz yaxşıdır. Azərbaycanın gücünə bələd olun, Azərbaycanın əzminə, biliyinə, birliyinə bələd olun. Bizi gözü götürməyənlər, baxın demək istəyirəm, lakin bizi gözü götürməyənlər, baxın, gözünüz işıqlansın, baxın, ibrət götürün, baxın, anlayın nələr siz uduzursunuz, nələr geriyə düşürsünüz. Və yalnız unutmayın, dibdə olarkən qiymət formalaşmalıdır bu. Yüksəlişdə heç kim çətin gününü görmür hadisələrin. Yalnız bax bu çətin günlərdə inananlar, əl-ələ verənlər, əziyyət çəkənlərdir ki, bu qiyməti çöndərməyə nail olanlar, xüsusi bir sevgisi, xüsusi bir münasibət əmələ gəlir bu tokenlə, bu birliklə, bu cəmiyyətlə ki, həmin bu da ən əsas faktorlardan, səbəblərdən biridir ki, multi dövr gedəcəkdir bu token. Çünki bizim artıq buna emosional, ruhani, mənəvi, maddi bağlantımız var. Bizim artıq keçmişimiz, hekayəmiz, bizim tariximiz var. Bizim əldə etdiyimiz addımlar, nailiyyətlər, bizim uğurumuz var. Hansını ki biz haqq edirik. Hansını ki biz əldə etmişik. Öz əziyyətimiz, öz çabalarımızla. Və bunu anlayan SPX cəmiyyəti çox güclüdülər, çox əzimlidirlər, çox simpatiya bəslədiyim bir birlikdilər və bunu anlayan SPX baxın, görün bizə nə təklif edir. Bu posta klik etsək, açılan bu səhifədə görə bilərsiniz ki, SPX-in çox məşhur nümayəndələrindən biri birbaşa olaraq rəsmi surətdə bizə çağırış etdi. Qardaşlıq təklif etdi. Niyə? Çünki biz Muraddan çox şey öyrənmişik. Muradın postlarından, Muradın paylaşımlarından, Muradın biliklərindən. Və ona təşəkkür olaraq biz qərara gəlirik ki, Muradın ən favorit olan 2 tokenini də dəstəkləyək. Onların postlarını, onların paylaşımlarını sosial şəbəkələrdə qarşılıq güdmədən. Və bir müddət onları dəstəklədikdən sonra onlar anlayırlar bizim əldə etdiyimiz gücü. Onlar anlayırlar bizim də necə bu istiqamətdə irəlilədiyimizi və bizim hələ bu leveldə güclü holderdən ibarət olan bir dəstəyə çevrildiyimizi və təsəvvür edin. Bayaq mən sizə göstərdim necə düzləşib o qiymət. Və təsəvvür edin, vaxt gələcək, yaxın gələcək. Bu da belə düzləşəcək və bizim qiymət bu hissələrə qalxacaq. Və təsəvvür edin, bu hissələrdə biz kimə, nəyə çevriləcəyik. Hazırda top sayılan kultların əldə etdiyi nəticəni biz artıq son 6 ayda əldə etmişik. Niyə? Çünki Azərbaycan potensialı yüksək bazardır və ilk layihədir ki bu, məsələn, biz də buna nail olduq, təqdim edək, yaradaq, kult formalaşdıraq və biz ilk olduğumuz üçün təsəvvür edin biz nəyə gedirik. Bu hissədə də cavabımızı görə bilərsiniz, mən yazmışam onlara, yüksək səviyyədə necə biz artıq formalaşdırırıq birliyimizi, həmin onların gördüyünüz kimi simvolları, arxada bizim yanıb sönən həmin o firma, necə deyərlər, logotipimiz və bir şey də nəzərə çatdırım ki, baxın, o qədər token var, o qədər qiyməti yüksək aşağı olanlar var. Nə üçün axı bu dərəcədə yüksək gücə sahib bir layihə, baxın, bu dərəcədə fantastika oyun çıxardan top nömrə 1 layihə
nə üçün artıq bu dərəcədə hələ yeni başlamış, hələ indi startını götürən layihə ilə qardaşlıq elan etdi? Gücümüzə görə biz bunu haqq etdik. Bunu heç bir trader anlamaz, bunu heç bir ticarətçi anlamaz. Bunu yalnız və yalnız kriptonun içində, kriptonun nəfəsi ilə yaşayan, mədəniyyəti ilə yaşayan, illərlə təcrübəsi olan, əvvəlki sezonlarda kifayət qədər uğursuzluqları olan, özümü nəzərdə tuturam və təcrübəsində nəyi necə etməmək lazımdır artıq bilən biri tərəfindən irəli sürülə bilərdi. İndi isə bura kimi jurnal idi. Bundan sonra film başlayır. Sizlərin hər birinə təklif edirəm, qoşulasınız bu layihəyə. Bizim planlarımız yüksəkdir. Bizim planlarımız möhtəşəmdir. Ümumiyyətlə heç kimə qulaq asmayın. Sizin öz seçiminiz var. Mən göstərdim necə əldə edə biləcəyiniz isbatlar var. Bizim simvolları yazın. Bizim X-a girin. Yaratdığımız kontentlərlə tanış olun. Daxil olun Telegram kanalımıza. Baxın, bu hissədə Telegrama klik edin. Bot olmadığınızı isbat edin. Keçid alacaqsınız bu kanalımıza. 1255 nəfərin olduğu artıq qlobal kanalımız var. Epileptik Kult adında. Azerinvestor Private adında artıq 162 nəfərdən ibarət xüsusi komandamız var ki, bura ancaq siz düşə bilirsiniz. Əgər ki tokeni alsanız, X-da profil açsanız, adınızın qarşısında qırmızı, yaşıl bizim həqiqətən o simvolları yerləşdirsəniz və bizim gündəlik X-daki postlarımıza dəstək olsanız, like, share, kommentlərlə siz artıq bu qrupa düşə bilirsiniz. Və təqribən də yəni minimal olaraq heç olmasa əlinizdə sizin bir bugünkü günlə dəyərlə desək bir 100 dollar, 150 dollar ətrafında tokeniniz olmalıdır heç olmasa. Əlavə olaraq bizim Okeanarium balinalar qrupumuz var. 60 nəfərdən ibarət. Təsəvvür edirsiniz, yəni biz burada həmin bu 60 nəfərlə, tək bu 60 nəfərlə birlikdə biz artıq tokenin təqribən 350 milyon ədədini ələ keçirmişik. 35%-ni təqribi. Təsəvvür edirsiniz nə qədər yatırımlar etmişik biz bura. Nə qədər minuslara dözərək, satmayaraq. Kimlər ki, əgər əvvəllər layihəyə qoşulubdur və bizə qulaq asmayaraq satıb və layihəni uğursuz adlandırırsa, həmin o dostlarımıza demək istəyirik ki, mən satmamışam. Mən irəlidə gedənəm. Balinalarımız satmır. Dostlarımız satmır. Raiderlər, həmin o göstərdiyim xüsusi qrupda olanlar. Sən niyə öz başına satmısan? Niyə axı öz başına hərəkət edirsən? Bu layihənin lideri var, irəlidə gedəni var, məsləhət verəni var. O etmədiyini sən niyə axı edirsən? Adama deyərlər. Mənim cüzdanlarım bəllidir, mənim yatırımlarım bəllidir hamıya. Layihəmizdə olanlar bilir. Birinci gündən bəri aldıqlarımın heç birini satmıram. Və artıq görürsünüz nəyə nail olmağa biz başladıq. Məsələ burada bunu alıb, məsələn, mən burada 500 dollarlıq aldım. Aydı məsələ ki, bura düşdü qiymət. Mənim o 500 dollarım 100 dollar göstərəcək burada. Mən bunu satmıramsa, deməli, mən uduzmamışam, itirməmişəm. Əgər ki, mən burada bunu satıramsa, orada mən artıq zəif əl olduğumu isbat etdim. Biz isə brilyant, almaz əllərik. Bu zaman gələcək. 5 ay, 6 ay, 7 ay, 1 il sonra bu qiymətlər burada olanda, sənin o yatırım etmiş olduğun məbləğ X50, X100, X1000 olanda gəlib mənə təşəkkür edib, məni qucaqlayacaqsan. Paralel olaraq biz qeyd etdiyim kimi missiya üzərimizə götürmüşük. Ümumiyyətlə dünyada bu dəqiqə 3 missiyası olan token var. Biri bizik. Bizim missiyamızdakı ilk dəfə də kripto tarixində xeyriyyəçi missiyadır. Bu hissədən gəlib Epileptic Movement tanış ola bilərsiniz klik edib. Biz əldə etdiyimiz gəlirlərə yarısına Azərbaycanda epilepsiya xəstəliyindən əziyyət çəkənlərə və geridə qalan 50%-nə də dünya səviyyəsində epilepsiyadan, xəstəlikdən əziyyət çəkənlərə dəstək olacağıq. Bu da bir ilkdir kripto tarixində və hal-hazırda danışa bilmədiyim də planlar var ki, yaxın gələcəkdə həyata keçiririk. Çox möhtəşəm səviyyədir ki, elə bir servisdə ilk dəfə kriptoda olacaqdır və bu qiymətin də bura düşməyi bizə zaten lazım idi ki, üzr istəyirəm, baxın, bu diblərə biz bunu artıq toplaya bilək. Yəni ki, bu hissədə mən 1000 dollara aldığım coinlə bu hissədə ala biləcəyim arasında artıq 10 dəfə fərq var, belə deyək. Yəni, burada da 1000 dollara alıram, lakin 10 dəfə çox coin və beləliklə biz saplayı ələ keçirmişik, böyük bir hissəsini. Hətta gəlin, Holder Scan servisində sizə təqdim edim göstəriciləri. Yəni, bu elə bir servisdir ki, siz burada artıq ancaq real məlumatları göstərə bilirsiniz. Baxın,
Hətta gəlin ilk 200, top 250 cüzdanı biz götürsək, top 250 cüzdan arasında artıq 273 milyon diamonddır. Yəni ki, alıb 90 gündən çoxdur ki, satmır. 77 milyon token golddur, yəni ki 60 gündən çox satmır və digər 77 milyon da artıq silverdir, yəni 30 gündən çox satmır. Təsəvvür edirsiniz, yəni ki biz artıq layihədə öz gücümüzə son bu 6 ayda 180 nəfər diamond holder gətirmişik. 180 nəfər alıb satmayan və inanan. Əgər ki bu cəmiyyətə daxil olmaq istəyirsinizsə, nəinki Azərbaycanda, dünyada nadir hallarda görülən bir şeydir bu. Və hələ heç kimin bundan xəbəri yoxdur. Hələ biz birjalara gəlməmişik. Biz birjalara gəlib çıxdıqda, Binance-a, digər tərəflərə, digərlərində list olduqda biz artıq həmin o fantastik X-ları əldə etmiş olacağıq. Bizə lazım deyil bu dəqiqə birjada olma. Bizə lazımdır ki, hələ ki diblərdədir qiymət, bizə çox inananlar peyda olsun ki, dibdən ucuz qiymətə alsınlar, çox token əldə etsinlər və satmasınlar. Bizimlə birlikdə hərəkətlərini davam etdirsinlər. Mənim göstərişlərim, mənim sizə dəstəyim, motivasiyam, biliklərim, resurslarım, komandamın köməyi ilə birgə addımlayırıq biz. Siz tək deyilsiniz. Siz artıq qrafika baxıb həyəcanlanmırsınız, qiymət qalxdı, düşdü, nə olacaq? Siz artıq birliyimizin içində, Telegramdakı məlumatlardan əldə etdiyiniz biliklərlə bilirsiniz, biz cəmiyyət şəklində hara addımlayırıq. Odur ki, bu möhtəşəm layihənin, bu möhtəşəm səyahətin iştirakçısı olmaq istəyirsinizsə, nəvələrinizə danışacaq bir hekayənizin olmağını istəyirsinizsə, nəslinizin maddi vəziyyətini dəyişən biri siz olmaq istəyirsinizsə, tam ciddi, ürəkdən və səmimi deyirəm. Qoşulun bizlərə, birgə güclüyük. Sizlər olmasanız biz irəli gedə bilmərik. Biz Azərbaycanıq, biz qardaşlarıq, bacılarıq, ailələrik. Biz dünyada yeganə ölkəyik ki, birlik, ailəcanlıq, istilik münasibətini hər də qoruyub saxlaya bilmişik. İlk gün tanış oluruq kimlənsə, çörək yeyirik. Sabahsı gündən artıq görüşəndə bir-birimizi qucaqlayan millətik biz. Bu birliyin gücünü bir yerdə dünyaya ispat eləməliyik. Bu şansı əldən verməyin. 50 dənə yerə gedirsiniz, 50 dənə kafeyə gedirsiniz, 30, 40, 50 manat hesab verirsiniz. 2-3 naharınızın hesabı qədər yatırım edin. Heç qoşulmayın bizim reydlərə, heç qoşulmayın bizim X-daki səhifəyə, açmayın profil. Sadəcə yatırım edin. Qoşun Telegramımıza, izləyin. Sizin həmin o xırda yatırım, təsəvvür edin, X100, X500 dəfə artacaq növbəti bir il yarım ərzində, maksimum. Və biz həmin məqamda, məsəl üçün, gəlirimizi əldə edib, daha sonra yenidən bu tokeni toplamaq üçün imkanımız əmələ gələcək. Bu cərəyana qoşulun. Dünyada ümumiyyətlə öz simasını ortaya qoyan, öz açıq şəkildə ismini, adını, familiyasını, fəaliyyətini ortaya qoyan nadir insanlar görə bilərsiniz, biri mənəm. Niyə? Çünki mən bu layihənin nə demək olduğunu bilirəm. Çünki mən illərlə formalaşdırdığım auditoriyama sevgi bəsləyirəm. Hər kəsin fayda götürməyini istəyirəm. Tarix yazmaq istəyirik biz və yazırıq da. Görürsünüz, göz qabağındadır. Necə almaq olar? Artıq Binance-da Web3 wallet açdı. Yəni ki, bu servislərə hələ birja çıxmamışdan qabaq, lakin birja daxilində ala bilirsiniz tokenləri. Çox sevindirici bir haldır bu. Bu haqda videomuz var, qısa bir videodur. Onu bu videonun altındakı linkdə yerləşdirəcəm və topdakı şərhdə pin edəcəyəm. Həmin o videoya baxıb Binance tərkibində necə ala bilərsiniz? Bunu öyrənə bilərsiniz və yaxud da ki, bundan əvvəlki videolarımıza baxıb görə bilərsiniz necə cüzdandan ala bilərsiniz və yaxud da ki, MEX birjasında artıq listingi gedibdir tokenin. Daxil olursunuz saytımıza, yuxarıda, hətta bunun da linkini aşağıda qeyd edərəm mən. MEX-ə klik etdikdə, MEX birjasından da alıb artıq bizim telegramlarda qoşulub iştirak edə bilərsiniz və orada da dostlarımız sizə zaten izah edəcəklər necə artıq birjadan da cüzdana çəkib özünüzdə saxlamalısınız. Çünki birjada qalırsa bir token, deməli onun sahibi birjadır, siz deyirsiniz, birja bata bilər, tokeniniz məhv ola bilər. Bu səbəbdən dolayı cüzdanlara çıxarmaq da lazımdır, mütləq şəkildə. MEX-dən ala bilərsiniz. Jupiter DEX birjasından ala bilərsiniz
Radiumdan ala bilərsiniz. Bunun üçün sizə cüzdanlar lazımdır. Və ən rahatı mən düşünürəm ki, əgər siz belə az biliklisinizsə, MEX birjası sizə kömək olar. Çünki əlbəttə burada heç KYC-yə də ehtiyac yoxdur. Yəni ki, pasportunuzda verifikasiya keçməyə rahat şəkildə artıq tokeni əldə edirsiniz. Növbəti etaplarda görüşmək üzrə. Bir daha videonun əvvəlində qeyd etdiyim kimi sezon başlamaq üzrədir. Bitcoin ilə pullar artıq keçir altlara və növbəti etap çox yaxın gələcəkdə bizim artışımız, həmin o fantastik yüksəlişimiz baş verəcək. Çünki pullar artıq biz tərəfə gəlir. Odur ki, bu şansı itirməyin. Bu cür layihə siz tapa bilməzsiniz. Milyonlarla dələduz layihələrin mövcud olduğu bir dünyada siz barmaqla sayılan bir layihə göstərə bilərsiniz ki, lideri göz önündə, community'si göz önündə, əldə etdikləri nailiyyətləri, X səhifələri, kult yaratmış olduqlarının isbatları göz önündə, tokeni ələ keçirməkləri göz önündə, yatırımları göz önündədir. Necə minuslara dözüb gəlib keçiblər bu əziyyətləri. Bundan artıq nə istəyirsən? İndi otur, düşün. Həqiqətən düşün. Və anla, Azərbaycanımız hal-hazırda nə dərəcədə, irəli səviyyədə qarşıya öz sözünü deyərək inkişafını etdirməkdədir. Necə bura artıq xarici şirkətlər gəlir, investisiya potensialı necə yüksəlir, necə artıq rəsmi olaraq birjalar bura gəlir, necə biz hər şeydə erkəncilik. Niyə axı gecikəsən? Niyə? Qoşul bizlərə. Birgə güclüyük. Nə qədər çox olsaq, bir o qədər biz yenilməz olacağıq. Gözləyirəm sizləri. Hər kəsə bol sevgi, bol enerji, bol pozitiv düşüncə və hünər arzulayıram. Bizi göz götürməyənlər. Yuxunuz şirin olsun.